Jurnalist Ekspertiza Mərkəzi və Demokratik İnkişaf Uğrunda Cəmiyyət QHT-ləri jurnalistlərin peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməsi əleyhinə hərəkat yaradıldığını elan edib. Bugün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda da bu ideyanın təqdimatı keçirilib. Müəlliflər hərəkatın, mətbuatın məhkəmə təqiblərindən müdafiəsi uğrunda müxtəlif jurnalist təşkilatları, redaksiya və ayrı-ayrı jurnalistləri, ictimai xadimləri birləşdirəcəyinə ümid edir. Jurnalistlərin bu şəkildə təşkilatlanması üçün 2 məhkəmə prosesi təkan verdi. Liberal partiyanın lideri Lalə Şövkətin həftəlik Ölkə qəzetinə qarşı və ölkə prezidentinin əmisi Cəlal Əliyevin Yeni Müsavat qəzetinə qarşı məhkəmə iddiaları. Bugünkü toplantıda bütün müzakirələr Lalə Şövkətin işinə həsr olunub. Ölkə qəzeti cari ilin fevralında KQB-nin Madam ləqəbli casus kimdir başlıqlı məqalə dərc edib. Məqalə Müsavat Müxalifət Partiyasının sədri İsa Qəmbərin müxalifət sıralarında İran və Rusiya xüsusi xidmət orqanlarının casusları olması haqqında bəyanatından sonra işığızı görüb. Məqalə müəllifi Orxan Sultanlı Lalə Şövkəti düşmən kəşfiyyatı ilə əməkdaşlıqda ittiham etsə də, nə vaxtsa mövcud olmuş 3W Secret 20.ru saytına istinadla Rusiyanın gizli casus olan Madam Lalə Şövkətin həyat yolu arasında paralel aparır. Bununla da müəllif oxucuda Madam və Şövkətin eyni şəxs olduğu barədə fikir yaradır. Lalə Şövkət məqaləyə sərt reaksiya verərək məhkəmə vasitəsilə vurulan mənəvi ziyana görə qəzetin 500.000 manat məbləğində cərimə olunmasını tələb edib. O, hətta Klassik Xalq Cəbhəsi Partiyasının lideri Mir Mahmud Mirəlioğlunun ona açıq müraciətindən sonra da iddianı geri götürməyib. Ölkə qəzetinin redaktoru Rafael Becanov bildirib ki, qəzet Şövkəti təhqir etmək niyyətində olmayıb. Yalnız bu mövzuda mülahizələr irəli sürüb. Biz anlaya bilmirik ki, müxalifət partiyalarının lideri necə belə bir böyük cərimə tələb edə bilər, deyə redaktor sual edib. Ceyhun Musaoğlu Jurnalist Ekspertiza Mərkəzinin rəhbəri bildirib ki, yeni hərəkat ekskluziv olaraq ölkənin müdafiəsi üçün yaradılmır. Biz hərəkat yaratmışıq və biz istəyərdik ki, siz hamınız, hər kəs, hamının bu hərəkata qoşulsun. Və biz fərq qoymuruq, yəni filan kəs hansı düşərgədə, filan kəsdə düşərgədə. Bizim üçün yazmaq var, çip var, yəni və azadlıq var. Biz azad yazı yazmasıdır. Media Hüquq İnstitutunun hesabatına əsasən 2009-cu ildə jurnalistlər və redaksiyalar 39 dəfə məhkəmə məsuliyyətinə cəlb edilib. İddialardan 32 şərəf və ləyaqətin təhqir edilməsi ilə əlaqədar olub. 31 iddia qismən təmin edilib. Bu il bu təmayül davam edib və təhlükəli olaraq qalır, deyə bu Hüquq Müdafiə Təşkilatının direktoru Rəşid Hacılı bildirib.